Amerikada belə bir deyim var. Long weekend, yəni uzun həftə sonu. Şənbə, bazar birinci gün evdə olduğumuz üçün 2-3 saatlıq bir məsafədə yerləşən maraqlı yerlərə getməyə çalışdıq. Elə axtararkən bu Massanutten resortu tapdım. Çox gözəl yer idi, təbiət güşəsi möhtəşəm idi, maraqlı əyləncələri ilə olan bir yer idi. Bizi ora aparan səbəblərdən əsası isə qapalı akvaparkının olması idi ki, belə havada ancaq qapalı akvaparkda əylənmək olar. Və elə ilk gəldiyimizdə ora üz tutduq. Amma bu yerin həm mənfi, həm də müsbət cəhətləri var idi. Mənfi cəhətləri biri o idi ki, deməli qapalı havuzun qiyməti ümumi məbləğə daxil deyildi. Əlavə hər nəfər üçün hər günə $70 pul ödəməli idik. Ora qədər gəlmişiksə bunu da ödəyək keçsin. Onu da ödəniş eləyib, qolbaqlarımızı taxıb girdik həmin akvaparka. Uşaqlar üçün tam əyləncəli bir məkan idi. Səhər tezdən axşama qədər orada olduq. Heç vaxtın necə keçdiyini bilmədik. Qızım çox əyləndi orada. Kadrlardan da görürsüz. Yox idi. Hətta surfingə qədər orada sınamaq mümkün idi. Və digər bizi təəssüfləndirən məqamlardan biri də yeməyin qiymətə daxil olmamağı idi. Bundan başqa saat 9-da bütün resort ərazisi bağlanırdı və bunun heç kimə dəxli yox idi. Sən acsan, yoxsa yox. Və çörəyin olmaması idi. Məsələn, mən yeməyimi göstərirəm. Səhər yeməyinə bunlar idi ki, bunlar American style yeməklərdir. Heç bizə uyğun deyil və alternativ də təklif eləmirdilər. Ona görə biraz bu təəssüfləndirən məqamlar idi. Amma təbiət olaraq möhtəşəm yerdə yerləşirdi. Yəni, belə deyək də, hardasa Qəbələ, Quba, Qusar tərəfləri oxşuyurdu bizdən desək. Və 3 gün, 2 gecə orada qaldığımız üçün $400 pul ödəməli olduq.